Azerbaycan Radyosu'nun Kızıl Fondu. Biri varmış, biri yokmuş. Bugün size danışacağım nağlın adı belədir. Ne üçün pişik ilə it yola gitmir? Geçmiş zamanlarda koca bir kişi öz qarısı ilə yoxsul kömasında həyat sürürdü. Onların bir pişiği, bir iti vardı. İtle pişik çox mehriban dolanır və öz sahiblərinə sadiq idilər. Qocalar da bu vəfalı heyvanları əzizləyir, onları döymür, incitmirdilər. Bir axşam qoca evə qaydanda yol üstə yaralı bir göyərçin gördü. Onu götürüb evə gətirdi. Xeyli qulluq edib yarasını sağaldandan sonra göyərçinə dedi: "Nə qədər ki evdə yeməyə bir şeyimiz vardı, bölüşürdük. İndi bir şeyimiz qalmayıb. Uç get." Göyərçin dilə gəldi: "Hörmətli qoca, əgər sən olmasaydın, mən çoxdan məhv olmuşdum. Bu lələkdən başqa heç nəyim yoxdur. Onu bir taxta qutuya qoyarsan, pul lazım olanda lələyi bir neçə dəfə sirkələrsən." Göyərçin bu sözləri deyib uçdu. Qoca lələyi taxta qutuya qoyub bağda ağacın dibində bastırdı. Onun pulu olmayanda qutunu çıxartıb lələyi silkələyir və pul tökülürdü. Həmin pullarla qoca qarısı və mehriban ev heyvanları ilə dolanırdı. Günlər keçdi. Bir gecə qapı döyüldü. Qoca soruşdu: "Kimsən?" "Yolu azmışam. Gecələməyə icazə verərsinizmi?" Qoca yolçunu evə dəvət etdi. O səhər tezdən durdu. Qonağı ac yola salmamaq üçün qutunu çıxartdı. Lələyi silkələdi. Pul töküldü. Qoca pulları götürüb bazara getdi. Bunları pəncərədən görən qonaq tez bayıra çıxdı. Ağacın dibini qazıb qutunu çıxartdı. Onu xurcununda gizlədib yola düşdü. Qoca bazardan qaydanda gördü ki, qarısı ağlayır. "Nə olub? Niyə ağlayırsan?" "Niyə də ağlamayım? Qonaq taxta qutunu götürüb qaçıb." Qoca ilə qarı qəmli-qəmli oturub fikrə getdilər. İtlə pişik məsələnin nə yerdə olduğunu öyrənmək istədilər. Qoca dedi: "Bəlkə siz bizə kömək edəsiz. Qonağın dalınca gedib qutunu alasız." İt bir-iki ağız hürdü. "Ay pişik, niyə dayanmısan? Görmürsən sahibimiz kədərlidir, gedək." İtlə pişik yola çıxdılar. Qonağı heç yerdə tapa bilmədilər. Axırda belə qərara gəldilər ki, qonağın evinə getsinlər. Gəlib evə çatdılar. İt pişiyin qulağına pıçıldadı: "Mən evə girə bilmərəm. Səni bayırda gözlərəm." Pişik razılıq işarəsi verdi.
Evə girib hər yeri gəzdi. Ancaq qutunu tapa bilmədi. Taxtın altında bir siçana rast gəlib onu pəncələdi. Burax məni, yemə, ey şahların şahı pişik. Əgər mənə kömək eləsən, səni buraxaram. Sən əmr et, əlimdən gələni əsirgəmərəm. Bax, o küncdəki sandığın içinə gir. Əgər orada taxta qutu görsən, mənə gətir. Sıçan pişin xahişini yerinə yetirib qutunu gətirdi. Pişik qutunu götürüb bayıra çıxanda ev sahibi gördü. Tutun onu, mənim qutumu apardı, tutun. İtlə pişiyə çata bilmədilər. Onlar çayı keçməyə başladılar. İt dedi: Pişik, çayda balığa rast gəlsən ağzını açma. Yoxsa qutu suya düşər. Suyun ortasında pişik balıq görüb puf elədi. Qutu çaya düşdü. İt pişiyi sahilə çıxartdı. Sonra geri qayıtdı. Qutunu suyun dibindən çətinliklə tapdı. İt bərk yorğun olduğundan xahiş etdi: Gəl biraz dincələk. Pişik razılıq verdi. İt gözlərini yumub yuxuya getdi. İşi belə görən pişik qutunu dişinə alıb evə yollandı. Qoca pişiyin ağzında qutunu görüb çox sevindi. Tez lələyi çıxarıb sirkələdi. Pullar töküldü. Qarı isə dadlı xörək bişirdi. Pişiyi çağırıb qonaq elədilər. Elə təzəcə yeməyə başlayırdılar ki, it gəldi. Qarı dilləndi: Yaramaz heyvan, gör necə gəlir, hələ utanmayıb yemək də istəyəcək. Pişik isə ləzzətli xörəyi yeyir, heç bir söz demirdi. Xörəyin artığını itə tulladılar. Həmin gündən itlə pişik yola getmir. Bir-birini görəndə pufuldayıb hürürlər. Radyomuzun Qızıl Fondundan səsləndirdiyimiz nağıl 1961-ci ildə lentə alınıb.